Salamlar. Bugün 12 iyul 2026-cı il tarixində 4-cü qruplar üçün ikinci şans imtahanı təşkil olunmuşdur. Və bu imtahanda istifadə olunmuş biologiya fənninə aid olan test tapşırıqlarının izahını sizlər üçün edəcəm. Yoxladığım qədərilə bizim uşaqlardan ikisi 30-a 30, biri 29 yazıb, bəziləri hələ yoxlanılmayıb. Amma inşallah ki, nəticələr şəxsi səhifələrə gəldikdən sonra, əgər bir sürüşdürməmiz yoxdursa, bir problemimiz yoxdursa, həmin nəticələri sizlər ilə bölüşəcəm. Keçək indi həmin test tapşırıqlarının izahına. Mənim əlimdə hazırda C variantıdır, bunu izah edəcəm. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Burada lobya toxumu ilə müqayisə olunmuşdur buğdanın toxumu. Taycıqlardakı yuvalarda yerləşir. Təbii ki, toxumlar taycıqlarda yuvalarda yerləşirsə, yazdığı kimi doğrudur, bu 1 olacaq. Yəni, lobyanın toxumudur. Göbəkçiyə malikdir, bu da lobyanın toxumudur. Ehtiyat qida maddələri ləpə yarpağı vasitəsilə rüşeymə daxil olur. Bu, buğdanın toxumu olacaq. 3-ü də bura yazırıq. Çünki biz demişdik ki, onlarda ləpə yarpaqları bir ləpələrdə ehtiyat qida maddəsi toplamır. Sadəcə endosperm belə deyək, endospermdən rüşeymə ləpə yarpaqları vasitəsilə ehtiyat qida maddələri daşınır. Bitkinin əsas gövdəsi rüşeym tumurcuğundan inkişaf edir. Bu, istər bir ləpəllər olsun, istərsə də 2 ləpəllər olsun. Əsas gövdədən inkişaf edəcək rüşeym tumurcuğu əsas gövdədən inkişaf etmiş olacaq. Meyvə yanlığı toxum qabığı ilə bitişikdir. Doğru yazıb, bu da buğdanın toxumuna aiddir. Yəni, 1, 2, 2-yə 3, 5, 3-ə də 4 uyğun oldu. 2-yə baxırıq, sxemə əsasən X-in yerində yazıla bilməz. Yəni, nəyi yaza bilmərik? Mayalanma baş verir, mitoz və meyoz bölünmələr də baş verir. Söyüdün yaşıl rəngli çiçəkləri dişi çiçəklərdir və dişi çiçəklərdə meyoz da gedər, mitoz da gedər, mayalanma da gedər. Erkək çiçəklərdə mayalanma getmir. Ona görə diqqətə almalıyıq. Qarğıdalının qıça çiçək qrupunda, bu da qıça çiçək qrupu dediyinə görə yenə dişi çiçəklərdir. Deməli ki, gedər. 1, 2 doğrudur. Bizə nə demişdi? Yazıla bilməz. 1, 2-ni yazarıq. 1-i yazdıq, 2-ni yazdıq. Bunları yaza bilərik. 3. Söyüdün sarımtıl çiçəkləri, bunlar erkək çiçəklərdir. Bunu biz ora yaza bilmərik. Günəbaxanın yalançı dilcik şəkilli çiçəkləri, yalançı dilcik şəkilli çiçəklərdə erkəkcik və dişicik olmadığına görə deməli, meyoz da getməz, mayalanma da getməz. O zaman 4-ü də yaza bilmərik. Zəncir otunun dilcik şəkilli çiçəkləri, bunu yaza bilərik. Çünki zəncir otunda bütün səbət dilcik şəkilli çiçəklərdən təşkil olunur və bunlar həqiqi çiçəklərdir. Erkəkcik və dişicik vardır. Mayalanma da gedir. Qısacası 3 ilə 4-ü yaza bilmərik. C variantı doğru cavabımızdır. 3. Sxemə əsasən düzgün kəsişmələri müəyyən edin. Heterozis effekti. Heterozis effekti nədir? Yüksək məhsuldarlı fərdlərin alınması deməkdir. Deyir ki, uzaq hibridləşmə zamanı alınan fərdlərdə üzə çıxa bilər. Bəli, mütləq üzə çıxır demir, üzə çıxa bilər. Yəni, dölsüz olanlarda birinci nəsildə onsuz da F1-də heterozis effekti var. Amma hətta mən dərslərdə də demişdim ki, döllü fərdlərimiz vardır ki, hansı ki, uzaq hibridləşmə nəticəsində alınan, tutaq ki, qaytaqın ikinci nəslində də heterozis effekti müşahidə edə bilərik. Əslində, bu test tapşırığı onunla bağlı deyil, sadəcə deyir, uzaq hibridləşmə zamanı alınan fərdlərdə üzə çıxa bilərmi? Bəli, üzə çıxa bilər deyirik. Saf xətlər arası çarpazlaşmada üzə çıxa bilər. Saf xətlər arası çarpazlaşmadırsa, bəli, üzə çıxacaq. Baxın, bir var ki, inbreeding nəticəsində saf xət alırıq, öz-özünə tozlanma nəticəsində saf xət alırıq. Amma saf xətlərdə daha sonra depressiyalar müşahidə olunur və biz də həmin depressiyanın zərərli təzahürünü aradan qaldırmağımız üçün xətlər arası hibridləşmədən istifadə edirik ki, heterozis effektini artıraq. Ona görə də 2-də doğrudur, 1-də doğrudur. Yalnız bitkilərdə müşahidə olunur. O qədər biz heterozis effektinə malik heyvanlar keçmişik ki, uzaq hibridləşmədə və yaxud da ki, elə belə deyək də, uzaq hibridləşmə olmasa da öz-özünə tozlanma deyilsə, inbreeding deyilsə, heterozis effektini biz əldə etmiş oluruq. Deməli, 4-ü yaza bilmərik. 3,
inbreeding nəticəsində alınan fərdlərdə müşahidə olunur. Bu da yanlışdır. Yenə də deyirəm, inbreeding nəticəsində biz saf xətt alırıq. Heterozis effekti yox. Deməli ki, 1 və 2 yenə də qızımız doğru yazmışdır. 5. Aşağıdakı proseslərdən hansılar sağlam qadında hamiləliyin 3-cü ayının əvvəlindən başlayaraq baş verir? Rüşeym uşaqlıq divarına yapışır. Bu implantasiyadır. Başlanğıc dövrün sonunda baş verir. Deməli ki, doğru deyildir. Xovların bir hissəsindən ciftin əmələ gəlməsi, bəli, bu 3-cü ayın əvvəlindən başlayacaq. Rüşeym dövrü başlayır. Rüşeym dövrü implantasiyadan sonra, başlanğıc dövrdən sonra başlayır. Deməli, bunu da doğru deyildir. Rüşeymdə 2 kameralı ürək yaranır. 1 aylıq insan rüşeymində biz bunu 2 kameralı ürəyi görürük. Nə deyir? Döl mərhələsi başlayır. Bəli, döl mərhələsi başlayır. Bu da doğrudur. Yəni 2 və 5 B variantı doğru cavabımızdır. 5. Doğru ifadələri müəyyən edin. Somatotrop hormonun çatışmaması immun reaksiyalar zəiflədir. Bəli, çünki somatotrop hormonun çatışmazlığı timusun inkişafdan qalmasına səbəb olur. Biz bunu mikrobiologiyada öyrənmişik. Bu da immun reaksiyaların zəifləməsinə səbəbdir. Adrenalin ürək vurğularının sayını artırır. Bəli, bu da doğrudur. Histidin amin turşu çatışmazlığı qanda hemoqlobin miqdarını artırır. Artırır deyil də azaldır olsaydı doğru olardı. 4. Adrenalin qanda qlikozanın miqdarını azaldır. Adrenalin qanda qlikozanın miqdarını artırır. Qanda qlikozanın miqdarını azaldan insulindir. Deməli ki, bu da doğru deyildir. A vitamininin çatışmaması faqozitlərin funksiyasını zəiflədir. Bu da doğrudur. Yenə də mikrobiologiyada biz bunu keçmişik. Dəri və serikli qişada iltihab yaranır. A vitamin çatışmazlığı zamanı. Yəni 1, 2 və 5 doğru cavabımızdır. Qızımız yenə də doğru yazıb D variantı. Pavlova görə görmə analizatorunun 3-cü hissəsi mərkəzdir. Mərkəz sinir sistemidir. Böyük yarımkürələrin hansı payında yerləşir? Təbii ki, ənsə payında yerləşir. Rahat bir test tapşırığı. 7. Hansı xəstəliklərin törədiciləri 8 növ nukleotidə malikdir? 8 növ nukleotidə malikdir deyirsə, deməli ki, həm DNT-si vardır, həm də RNT-si vardır. O zaman bakteriyal xəstəlikləri götürməliyik. Vərəm bakteriyaldır, vəba bakteriyaldır, difteriya bakteriyaldır. Digərləri isə virus xəstəlikləridir. Ona görə də cavabımız D variantı olacaq. 8. Cədvələ əsasən yanlış ifadələri müəyyən edin. Hormonun çatışmazlığı zamanı əmələ gələn xəstəliklər miksadema, qalxana bənzər vəznin hipofunksiyası zamanı yaranır yetkin yaşlı insanlarda. Amma uşaqlarda hipofunksiya olarsa, bu zaman kretenizm xəstəliyi yaranırdı. Akromegaliya bu hipofisin yetkin yaşlı insanlarda normadan artıq hormon ifraz etməsinə bağlı yaranan bir xəstəlikdir. Şəkərli diabet, bu da mədə-altı vəzinin insulin hormonunun çatışmazlığı ilə yaranmış bir xəstəlikdir. Yanlış ifadələri seçirik, diqqətli oluruq. X-da deyilir. X vəzisinin, yəni qalxana bənzər vəznin ifraz etdiyi hormonlardan birinin çatışmazlığı uşaqlarda ağıl kəmliyinə səbəb ola bilər. Bəli, kretenizm xəstəliyi zamanı bədən mütənasibliyi pozulur, ağıl kəmliyi baş verir, kiçik boyluluq var. Yəni bizdə doğrudur, bizə yanlışlar lazımdır, bunu götürmürük. Öt, Z-han mədə-altı vəzində ifraz etdiyi fermentlərin işini fəallaşdırır. Bəli, lipazanın işini fəallaşdırır, doğrudur. 3-də deyilir, Y vəzisi bioloji saat rolunu oynayan vəzi ilə, yəni epifiz vəzisi ilə eyni boşluqda yerləşmir. Y hipofizdir, amma yerləşir olmalıdır. Ona görə də 3-ü götürürük. 4-də deyilir, X vəzinin sintez etdiyi hormonlardan biri kalsitonindir. Yəni, qalxana bənzər vəzinin hormonlarından biri kalsitonindir. Bəli, bu doğrudur. Doğru olduğu üçün bunu götürmürük. Y vəzisinin ifraz etdiyi hormonlardan biri tiroksindir. Hipofiz tiroksin hormonu sintez etmir. Tiroksin qalxana bənzərindir. Tiroksindir, triotirionindir. Bir də qalxana bənzər vəzinin burada dediyimiz kalsitonin hormonu vardır. Yəni 5 də yanlışdır. 3 yanlış, 5 yanlış. Cavab oldu Y variantı. Sonra gəlirik 9-a. Sxemə əsasən doğru kəsişmələri müəyyən edin. Öküz soliteri ilə bağlı mən demişəm, həmişə bu qurtlar mütləq şəkildə ki, düşür. Əsas və aralıq sahibləri onurğalı heyvanlardır. Bəli, öküz soliterinin əsas sahibi insandır. Aralıq sahibi də kənd təsərrüfatı heyvanlarıdır. Qaramaldır.
doğrudur deməli. Geohelmintdir. Öküz soliteri geohelmint deyil. Biohelmintdir. Geo inkişafının müəyyən mərhələsini yerdə keçirən qurdlardır. Aralıq sahibində törətdiyi xəstəlik teniarinxozdur. Bu da yanlışdır. Çünki aralıq sahibində törətmiş olduğu xəstəlik bu hansıydı? Bu finnozdur. Teniarinxoz əsas sahibdə törətmiş olduğu xəstəlikdir. Əsas və aralıq sahibləri atmosfer havası ilə tənəffüs edir. Bu da doğrudur. Yəni 1 və 3 Y variantımız doğru. Eyler-Venn diaqramına əsasən müəyyən edin uyğunluğu. Burada floema və ksilema boruları göstərilmişdir. Ortaq və fərqli xüsusiyyətləri müəyyənləşdirməliyik. Ölü hüceyrələrdən təşkil olunub. Ölü hüceyrələrdən təşkil olunub deyirsə, təbii ki, bu ksilema borularına aiddir, bu yazılıb. Canlı hüceyrələrdən təşkil olunan floema borularıdır. Ötürücü toxuma qrupuna aiddir. Hər ikisi bu ortaq olacaq, çünki hər ikisi ötürücü toxuma qrupuna aiddir. Əsasən qeyri-üzüm maddələri daşıyır. Qeyri-üzüm maddələri daşıyan ksilema borularıdır. Gövdənin qabıq qatında rast gəlinir, bu floema boruları olacaq. Yarpağın damarlarında rast gəlinir, bu da ortaqdır. Çünki borlu lifli damar dəstlərində biz həm ksilema, həm də floema borularının hər ikisinə rast gəlirik. Yəni 1-də 2, 5, 2-də 1, 4, 3-də də 3, 6, B variantımız doğrudur. 11. Ağciyər alveollarında qazlar mübadiləsi zamanı aşağıdakılardan hansı baş verməz? Ağciyər kapilyarlarında venoz qanın arterial qana çevrilməsi bu baş verər. Ağciyər kapilyarlarındakı qanda karbonun miqdarının azalması. Bəli, karbonun miqdarı azalır, oksigenin miqdarı isə artır. C. Ağciyər kapilyarlarında baxın, mikrofonum arada sönür. Ağciyər kapilyarlarındakı qanda oksigenin miqdarının artması, bəli, qazlar mübadiləsi gedirsə, kapilyarlardakı qanda oksigen miqdarı artacaqdır. Ağciyər kapilyarlarındakı qanda karbonun miqdarının artması, təbii ki, bu yanlışdır, rahat bir test tapşırığıdır. Şirin su hidrasının bədəni neçə qatdan ibarətdir? 2 qatdan ibarətdir, endoderma və ektoderma. 13. Amoniakı nitrit turşusuna qədər oksidləşdirən bakteriyalar, bunlar xemosintez edici bakteriyalardan olan nitrifikasiya bakteriyalarıdır. A variantı doğrudur. 14. Noxud bitkisinin çiçəklərində, çiçək düsturunda struktur elementlərinin sayı 210-dur. Bu bitkinin hər çiçəyində, baxın, ümumiyyətlə struktur elementləri, biz bunu əzbər dərs vaxtı öyrənmişdik, bitişik olanların bitişik olmayanlara nisbəti. Bitişik olanlar deməli demişdik ki 16-dır, bitişik olmayanlar da 5-dir. 16-nın 5-ə, yəni toplam 21 çiçək düsturunda yer alan, çiçək düsturu deyirəmsə, çiçək saplağı və yatağı nəzərə almıram deməkdir. Deməli, çiçək düsturunda yer alan 210-dursa, 21 dənə bir çiçəkdə struktur elementləri var. O zaman 210-u 21-ə bölərik, bu edər 10, ortada 10 çiçək var imiş. Və bu bitkinin hər bir çiçəyində 8 rüşeym kisəsi var. 8 rüşeym kisəsi varsa, onu vuracaq 8-ə, bu da edəcək 80. Deməli, toplam 80 rüşeym kisəsindən söhbət gedir. Daha sonra deyir ki, əmələ gəlməsində maksimum, yəni bütün yumurta hüceyrələr mayalanıb itki olmamışdır. Maksimum sayda toxum əmələ gəlmişdir. Bu zaman 2 qat mayalanmada bilavasitə neçə hüceyrə iştirak edəcək. Neçə hüceyrə iştirak edəcək dediyinə görə mərkəzi hüceyrə də götürüləcək, yumurta hüceyrə və spermilər də götürüləcək. Ona görə 80-i vururuq 4-ə, o da edir bizim üçün 320. Cavab 320 doğrudur. Gəldik 15-dir. İnsanın skeletində baş, yəni kəllə, gövdə və ətrafların skeletinə bölünür. Təbii, hansı bənddə bu skelet şöbələrinə aid olan sümüklər düzgün verilmişdir? Birbaşa cavaba keçirəm. Çünki uşaqlar da yazır. Deməli, cavab doğrudur. Çünki başda gicgahdır, gövdədə fəqərədir, ətraflarda da incik sümüyüdür. Misal üçün, burada aya baxsaz, alt çənə kəllə skeletinə aiddir, amma gövdə skeletinə axı kürək aid deyil, kürək ətraf skeletinə aiddir. Nə olsun ki, qurşaqdır, yenə ətrafa aiddir. Nə bilim, burada fəqərə verib düz vermir, qamış verib düz vermir, fəqərə verib düz vermir. 16. Cədvələ əsasən doğru fikri müəyyən edin. Vəba törədicisi vəba vibrionu, yəni bakteriyalardır. Keçiricisi milçəkdir və biz milçəklərdə orada dərslik kitabında xəstəliklər verilmişdi. 2 dənə D, 2 dənə V, 2 dənə Q, vəba və də polimelit bu şəkildə öyrənmişdi. Vəba vərəm, taun polimelit.
Yəni vərəm, vəba, difteriya, dizenteriya, qarın yatalağı, qara yara, taon, bir də poliomiyelit. Qısacası milçək. Leishmanioz da törədici bir hüceyrəli leishmaniyadır. Mığmığalar da dişi mığmığalar da keçiriciləridir. Malyariya yenə də plazmodium bir hüceyrəlidir, keçiricisi də ağcaqanaddır. İndi deyir, doğru fikri müəyyənləşdirin. Doğru fikri müəyyən edin. Y, N, K eyni aləmə aid ola bilməz. Y kimdir? Milçəkdir. N kimdir? Mığmığadır. K kimdir? K kimsənsən? Ağcaqanaddır. Ola bilməz. Niyə olmur ki? Özdə aləm yazmışsan da, hamısı heyvanlar aləmidir. Deməli ki, doğru fikri müəyyən edin. Ola bilməz dediyinə görə bu doğru fikir deyil. Yəni, olar da, hamısı eyni aləmdir. X və N eyni aləmə daxil ola bilər. X bakteriyadır. Bakteriyadır. Bu da yanlışdır. Bakteriya ilə N kimdir? N. Mığmığa eyni aləm deyil. X, M, Z eyni aləmə aid ola bilər. X bakteriyadır. M artıq bir hüceyrəlidir. Demək, aləmlər ola bilər. Yenə səhv oldu, düz deyil. Z və K eyni aləmə aid ola bilməz. Z ilə K. Z bir hüceyrəlidir, yəni heyvandır. K-nı tapa bilmirəm. K ağcaqanaddır. Bunlar eyni aləmdədirlər. Niyə olmasın ki? K və Y eyni aləmə aid ola bilməz. K yox, X ilə Y. X bakteriyadır. Y də milçəkdir. Bəli, bu doğrudur. Bunlar eyni aləmə aid ola bilməzlər. 17. Uyğunluğu müəyyən edin. İnterfaza, profaza, anafazada baş verən hadisələr. Hüceyrə orqanoidlərinin sayı artır. Orqanoidin sayının artması, bəli, interfazadadır. Bölünmə vətərləri yaranmağa başlayır. Bu, profazadadır. DNT-nin ikiləşməsi deyirsə, interfazanın sintetik mərhələsindədir. Xromosomların sayı 2 dəfə artır deyirsə, bu anafazadır. DNT sapları spirallaşır deyirsə, bu da profazadadır. Çünki profazada xromatin telləri spirallaşırdı. Bu zaman qısalıb qalınlaşaraq xromosomu əmələ gətirirdi. Yəni, qısacası A, C, B-yi doğrudur. Düzdür, mən buna baxmışdım, amma bir də dedim, yoxlayacağam. Cədvələ əsasən sağlam qadında mayalanmada bilavasitə iştirak edən qametlərdəki X və Y cinsi xromosomların sayını müəyyən edin. Çiftin sayı 3-dür. Somatik hüceyrəsinin bir növəsində 23 xromosom müxtəlifliyi olan dölün sayı 1-dir. Təbii ki, bu qızdır. Deməli, mayalanmada qadın bir yumurta hüceyrə, kişi də spermi vermişdir. Hər ikisi də X cinsi xromosomu daşımışdır. Somatik hüceyrəsinin bir növəsində 24 xromosom müxtəlifliyi olan dölün sayı 24 xromosom müxtəlifliyi olan oğlanlardır. Bunların sayı 2-dir və çiftin sayı 3 olduğuna görə bunların müxtəlif yumurta əkizləri olduğunu müəyyənləşdiririk. Deməli, hər birinin əmələ gəlməsində ayrıca yumurta hüceyrə və ayrıca spermatozoid iştirak etmişdir. O zaman deməli, nə oldu? 4-ün 2-yə C variantımız doğrudur. Gəldik 19-a. Əgər şibyəni əmələ gətirən canlılardan biri ən qədim aləmin nümayəndəsi olarsa, ən qədim aləmin nümayəndəsi kim ola bilər şibyə daxilində? Siyanobakteriya, ən qədim aləm bakteriyalardır. Bu şibyə hansı canlıların birgə yaşamasından əmələ gəlmişdir? Hüceyrələrin quruluşuna görə biri prokaryotdur, digəri isə evkaryot olan canlıdır. Bəli, göbələk evkaryotdur, siyanobakteriya isə prokaryotdur. Çünki biz bilirik ki, şibyənin əmələ gəlməsi üçün mütləq şəkildə göbələyin iştirak etməsi vacibdir. Deməli, 1 doğrudur. 2. Xlorofil fotosintez edici membran üzərində yerləşən canlı. Siyanobakteriyalarda xlorofil pigmenti fotosintetik membran üzərində yerləşir. Əsasən sporla çoxalan canlı, yəni göbələkdən söhbət gedir, 1 və 2 doğrudur. Avtotrof yolla qidalanan çox hüceyrəli canlı. Ümumiyyətlə, şibyə tallumunda çox hüceyrəli canlı göbələk ola bilər və göbələk də avtotrof yolla qidalanmadığı üçün deməli ki, 3 doğru deyildir. 4. Plazmitlərə malik canlı ilə xromatofora malik canlının. Plazmitlərə malik olan canlı bakteriyadır, xromatofora malik olan canlı yosundur. Heç bir şibyə yosun və bakteriya simbiozu şəklində mövcud deyildir. Deməli, burada doğru cavab 1 və 2 olacaq. 20. A və B qameti daşıyan genotiplərin hansının əmələ gətirdiyi bütün qametlər 2-də 1-dir. Yəni, nisbəti 2-də 1-dir. Yəni, qısacası genotiplərə baxırıq, 2 fərqli bizə qamet versin. Onun biri böyük A, kiçik B olsun. A ola bilməz, çünki burada heç böyük A yoxdur.
Və yaxud da ki, B cəmi bir tip bizə qamet verəcək. Bəli, C olacaq. Çünki 2-də 1 ehtimal böyük A-la B-nin, 2-də 1 ehtimalda kiçik A-la kiçik B-nin qametini verəcək. Ona görə C variantımız doğru. 21. Uyğunluğu müəyyən edin. Bu maraqlı, ən çox xoşladığım test tapşırıqlarından biridir. Bir neçə dəfə istifadə olunub. Su heyvanıdır və plasentası var. Deməli, mən məməli olan bir su heyvanı seçməliyəm. Burada məməli olan hansıdır? Balinadır. A-nı yaza bilərəm. Biri də ki, delfindir. Deməli, A-na yeni bura yazacağam. 2-də nə deyir? Deyir, plasentası var. Döş tilinə malikdir. Hə, indi məməlidən söhbət gedir. Çünki plasenta məməlidə var və döş tilinə. Döş tilinə malik də burada da uşaq yazıb. Köstəbəklə yarasadır. Burada da yarasanı göstərib. Deməli, C variantı bura gedəcək. 3-də yazım. Döş tilinə malikdir və su heyvanıdır. Döş tili var, su heyvanıdır. Köstəbəklə yarasa götürməyəcəyimizə görə, deməli, biz pingvin götürürük quşlardan. Bir də burada nə var? Ördək var, götürürük. Düz yazıb A, Y, C, B-dir. Bəli, bu da doğrudur. 22. Ulotrixdə hansı hüceyrənin birləşməsindən hüceyrələrin zigot əmələ gəlir? Ziqotun əmələ gəlməsi üçün qametlər birləşir. Qametlər də 2 qamçılı hüceyrələrdir. Ona görə bəli, B variantı doğrudur. Sporun birləşməsindən bir şey yaranmaz. Zoospor birləşmir, yəni birləşmə deyir. Qamçısız hüceyrələr bu hansıdır? Ulotrixdir. Bu ziqotun bölünməsi nəticəsində əmələ gələn hüceyrələrdir. 4 qamçılı hüceyrələr, bu da doğru deyildir. 23. DNT molekulunun bir hissəsində. Bu, keçən dəfə birinci şansda verilən suala baxanda qat-qat daha rahatdır. Hidrogen rabitələrinin ümumi sayı 10.000 olaraq verilmişdir. Adeninli nukleotidlərin sayı 20.000. Deməli, adeninli nukleotidlərimiz 20.000 yox, 2.000. 2.000-dirsə, deməli ki, qalan 2.000-də timinli nukleotidlərimizdir. Yəni, toplam adenin və timin nukleotidlərinin cəmi burada 4000-dir. 4000 2 qat hidrogen rabitəsi var. 4000 daha doğrusu, baxın, 4000 hidrogen rabitəsi var adenindən timin arasında. Amma burada nə deyir? 2 qat hidrogen rabitələrinin sayı. Baxın, bu bir dənə 2 qat hidrogen rabitəsidir. Bu ikinci bir 2 qat hidrogen rabitəsidir. O zaman deməli DNT molekulunda 2 qat hidrogen rabitələrinin sayı oradakı adenin və ya timin nukleotidlərinin say cəminə bərabərdir. Yəni burada da adenin və ya timin hansını götürsək də komplementar olduğuna görə zaten bərabər olmalıdır. 2000 olduğuna görə deməli 2 qat hidrogen rabitələrin sayı 2000-dir. Bunu bir kənara qoyduq. Daha sonra 3 qat hidrogen rabitələrinin sayını deyir. Bunu necə taparam? Adenin timin nukleotidlərinin toplam cəmi 4000-dir. 10.000-dən 4000-i çıxdığım zaman qalır 6000. 6000 bu hidrogen rabitəsidir. Nəyin arasında? Guaninlə sitozinin arasında. O zaman guanin sayı nə qədərdir molekulda? 2000. 2000 guanin var, 2000 sitozin var. Aralarında olan hidrogen rabitələri isə guanin vurulsun 3 qədərdir də, yəni 6000-dir. İndi burada da 3 qat hidrogen rabitəsi dedikdə, bax bunları nəzərdə tutur. Yəni, bax bu bir dənə 3 qat rabitədir. Bu ikinci bir 3 qat rabitədir. O zaman guaninin sayı nədirsə və ya sitozinin sayı nədirsə, 3 qat hidrogen rabitələrinin sayı da o qədərdir. Yenə də burada 2000 olacaq da, çünki belə başa düşdük ki, 6000 guanin sitozin arasında olan hidrogen rabitəsidirsə, guaninin də sitozinin də sayı 2000-dir deməkdir. Bunları da cəmləyəcəyim zaman edəcək cavab 4000, 23-də cavab 4000 olmalı idi. 24. Eyler-Venn diaqramında doğru göstərilən bəndləri müəyyən edin. Podaqa və ateroskleroz. Doğru olanları müəyyən edək. Tamam, qanda sidik turşu miqdarının artması podaqa düzdür. Qızımız da yazıb, damarların içərisində yağa bənzər maddələrin örtür. Bu aterosklerozadır, podaqa olaraq yanlış yazılmışdır. Əl və ayaq oynaqlarında iltihab 3 doğru yazılıb, podaqanın əlamətidir. Dayaq hərəkət aparatının xəstəliyidir ateroskleroz, qan damarların tıkanıqlığıdır. Damarların mənfəzinin tutulmasıdır. Yəni 4 doğru deyil. 5. Xolesterinin miqdarının artması nəticəsində yarana bilər. Bu ateroskleroza aiddir. Mənim qızlarım yazırlar. İnşallah ki, yaxşı olacaq. Xolesterin miqdarının artması nəticəsi yarana bilər 5. Bəli, bu düz oldu. 1, 3, 5 doğrudur. 6. İlk təsviri Sydenham tərəfindən verilmişdir. Sydenham
Nəyin təsvirini verdi? Özündə də o xəstəlik var idi, podagranın. Deməli ki, ortaq ola bilməz. O zaman 1, 3 və 5 doğru olacaq 24-də. 25. Şəkildə göstərilən balıq üçün burada çay xanısı göstərilmişdir. Hansı ifadələr doğrudur? Qəlsəmə qapaqları olmur. Doğru olan. Niyə? Qırdalı bağ deyil ki, qəlsəmə qapaqları olmasın. Qəlsəmə qapaqları var. Qarın aortasında arterial qan olur. Xeyr, balıqların qarın aortasında venoz qan olur. Yanlışdır. Cüt üzgəclərinin sayı tək üzgəclərinin sayına bərabərdir. Düzdür. Çünki bel üzgəci 2 olduğu üçün təkin cütə sayı bərabər olacaq. 1-in 1-ə nisbətində olacaq. 3 doğrudur. Onurğa sütunu 4 şöbədən ibarətdir. Yanlışdır. Neçə şöbə idi? Gövdə və quyruq 2 şöbədən ibarət idi. Ürək boşluğunda yalnız venoz qan olur. Bu doğru fikirdir. Ürək boşluğunda yalnız venoz qanın olması 3 doğru, 5 doğru. Gövdə fəqərələrinə qabırğalar birləşir. 6 da doğru. Bu da doğru yazılmışdır. Verilən canlılar üçün ortaq xüsusiyyətləri müəyyən edin. Xərçənglə həşarat verilmişdir, kəpənək və bunların ortaq xüsusiyyətləri bizə lazımdır. İfrazat sisteminin həzm sistemi ilə əlaqəli olması, bu Malpighi borusu olan canlılara, yəni kəpənəyə aiddir, təbii kloakası olanlara da aiddir, amma burada kəpənək var. Yəni bu qısacası xərçəngə aid deyildir, çünki onun ifrazat orqanı yaşıl vəzilərdir, bir cüt başda yerləşir. Mürəkkəb gözlərin olması, bəli, hər ikisinin mürəkkəb gözləri vardır. Düzünə inkişafın olması xərçəngə aiddir, həşaratlarda dolayı inkişafdır. Ürəkdə arteriya damarının çıxması, hansı heyvan olursa olsun, ürəkdən çıxan damar arteriyadır. Zaten damara arteriya damarı adı verməyimizdə məqsəd ürəkdən qanı çıxarması ilə əlaqədardır. Oksigen daşıması, bunu görə bilmirəm. Qanın oksigen daşıması. Qanın oksigen daşıması təbii ki, cücülərə aid deyil də, o zaman ortaq xüsusiyyət ola bilməz. Buğumlu ətraf tipin adı nədir? Buğumayaqlılar tipi. Təbii ki, buğumlu ətrafda ortaq xüsusiyyət olacaqdır. Yəni 2, 4, 6, 26 da bizdə doğru. 27. Uyğunluğu müəyyən edin. Paleozoy, mezozoy, kaynozoy. Çılpaq toxumlular meydana çıxıb. Bu harada da devondadır. Devon hansınındır? Paleozoyundur. Uçan onurğalılar yaranır Yurada, bu da mezozoyundur. Toxumlu qıcılar yox olur Triasda. Triasda mezozoyun ilk dövrüdür. Deməli, C düz yazır. Kaynozoya D, driopiteklərin meydana çıxması avstralopiteklərlə bərabər neogenda meydana çıxmışdır, doğrudur. Era olaraq kaynozoydur. Stegosefallar meydana çıxır. Stegosefalların meydana çıxması da paleozoy, devon dövrü olaraq götürülür. Və gəlir situasiya testinə. Maraqlı bir situasiyadır, xoşuma gəldi. Əgər mənə 29 qızımız yazıb, zirəkdir maşallah. 29 ilə 30'u yazıb, əgər doğrudur, yazdığı doğrudursa, cavabları da doğrudur. Ona əsasən izah edəcəm. Deməli, Rusiyada seleksiyanın ən uğurlu nümayəndələrindən biri, nümunələrindən biri hesab olunan Orlov-Löhrəm at cinsinin Orlov tərəfindən, Aleksey Orlov tərəfindən alınmasının sadələşdirilmiş sxemi göstərilmişdir. Və bunu qəşəng əzbər bilirdik, yəni bütün şagirdlər olaraq. 2n66-da unutmayın, boşu-boşuna yazmırlar. Danimarka yük atı dişidir, çünki ərəb, biz bunu hətta uyğunlaşdırmada etmişdik ki, ərəbləri adətən biz maşınlarda falan görmüşük ərəb şeyxlərini. Yəni ərəb minik atı ayğırdır, erkəkdir. Danimarka yük atı həyatın bütün yükü dişilərin üzərindədir, qadınların üzərindədir. Oradan yük atını öyrənmişdik və bir hibrid almışdıq. Bu hibridi erkək olaraq almışdıq. Yəni hibridimiz erkəkdir. Çünki Hollandiyanın hansısa bir fərdi ilə çarpazlaşdıracaq, onların da dişilərlə çarpazlaşdırma daha məqsədə uyğundur ki, belə bir kodlama ilə biz bunları daha yaxşı yadda saxlamışdıq. Deməli, bu da dişi. Bunları yazdıq. İndi bizə nə deyir? Keçirik situasiyaya. 28 deyir, Orlov-Löhrəm at cinsinin alınmasının metodiki seçmənin hansı forması? Şuurlu seçmədən istifadə olunmuşdur. Bu canlıların filogenetik sırası ilk dəfə Kovalevski tərəfindən verilir alim olaraq, rahat müəyyən edilmişdir təkamüldə. Onların neçənci barmaqları rudiment hala gəlib, ikinci və dördüncü. Neçə barmaq demədiyinə görə, neçənci barmaq soruşduğuna görə 2 və 4-cü barmaq, bunu da doğru yazmışıq. Cavab vərəqindəki cədvəli tamamlayın. Cavab vərəqində belə bir şey olub. Cinsiyyət verilib erkək dişi B və D-nin. B burada, deyəsən cinsiyyəti verilməyib, B, D verilib, cinsiyyəti özü təyin edib də qız hər halda. Çünki
B, burada bilirik ki, ərəb minik atının ayğırıdır. Ərəb minik atının ayğırı erkəkdir, erkək olaraq yazıb. D də verilib, D də ki, Hollandiyanın dişisi idi, ona görə dişi olmalıdır. Bizə də deyilmişdi ki, 2N-i burada çarpazlaşmada iştirak edənlərin hamısının 2N-i 66-dır. Sonra deyir ki, nə deyir? Somatik hüceyrəsinin bir nüvəsində olan xromosom müxtəlifliyinin sayı. Əgər ki, 66-dırsa, deməli, ikisi cinsiyyətdir. Yəni, 64 üstə gəlinsin, XY erkək fərddədir somatik hüceyrədə. Müxtəliflik olanda autosomu 2-2-1 müxtəliflik götürürük, yəni 32, X ayrı müxtəliflik, Y də ayrı müxtəliflik götürürük və 34 deyirik. Dişi fərdə gələndə isə 32 autosomun müxtəlifliyidir. Dişidə axı XX-dır. Bu, eyni bir şeydir də, yəni fərqli bir şey deyil. Bir müxtəliflik kimi götürürük, cavab edir 33. Yəni, sual belə idisə, bu sual da bizdə düzdür. 30. Deyir, gametogenezin yetişmə mərhələsinə daxil olan, niyə hərəkət etmədik? Bunu tam kəsilib, nə isə. Bunu mən onda izah edim. Gametogenezin yetişmə mərhələsinə daxil olan bir nüvəli hüceyrədə xromosomların cəmi 132-dir. A-da, bir də səhv etmirəmsə, B-də vermişdi. Mən buna bir baxacam. A ilə C-ni verib. Deməli ki, burada A kimdir? Dişidir, C də erkəkdir. A dişi, C-dəki erkək. Deyir ki, bir nüvəli hüceyrədə xromosomların cəmi 132-dir. İndi mən öncə bilməliyəm ki, ümumiyyətlə bura neçə hüceyrə daxil olub? Onda 132-ni bölürəm 66-ya, çünki bir dənə hüceyrə, bir nüvənin tərkibində 66 xromosom var. Tapıram ki, 2 dənə hüceyrə daxil olubmuş yetişmə mərhələsinə. Daha sonra deyir ki, bu bölünmələr zamanı, yəni həmin o yetişmə mərhələsində, oxuya bilmirəmi, bir hüceyrənin bölünməsi zamanı X cinsi xromosomları, yəni neçə hüceyrədə X cinsi xromosomu iştirak etmişdir. Baxın, dişi hüceyrənin bölünməsi zamanı gametogenezin yetişmə mərhələsində bu meyoz 1-ə daxil olan hüceyrədə 2 dənə X cinsi xromosomu daşıyır. Meyoz 1-in sonunda əmələ gələn hüceyrələrdən hər biri X cinsi xromosomu daşıyacaq ki, bunlar da daxil olacaqlar meyozun ikinci bölünməsinə. Deməli, bir dənə hüceyrənin yetişmə mərhələsində meyozları tamamlayana qədər bir hüceyrənin bölünməsi zamanı biz 4 dənə X cinsi xromosomun iştirak etdiyini gördük. Amma hüceyrə sayı 2 olduğu üçün deməli ki, bəli, 8 dənə X cinsi xromosomu iştirak edib həmin bölünmələrdə. Erkək fərd də necədir? XY cinsi xromosomudur, meyoz 1-ə daxil olan, meyoz 1-in sonunda X1 qütbə anafazada, Y-də bir qütbə çəkiləcəyinə görə 2 hüceyrənin biri X, biri də Y cinsi xromosomu daşıyacaqdır deməkdir. O zaman gametogenezin yetişmə mərhələsində bir erkək hüceyrənin bölünməsi zamanı hüceyrələrdə 2 dənə X cinsi xromosomunun iştirak etdiyini görürük bir hüceyrədə. Amma 2 dənə hüceyrə ver, baxın, burada da 132 idi. Prosta mən nəsə bunu kəsmişəm, tam düşməyib. Burada da 132 idi. Deməli, bir hüceyrədə bölünmə zamanı 2 dənə X cinsi xromosomun iştirak etdiyini gördüksə, 2 dənə hüceyrədə də 4 iştirak etmiş olacaq. Yəni, bu sualımız da əgər doğru çatdırılıbsa, cavabı doğrudur. İnşallah ki, düz olsa, yəni heç bir 29-30 doğru çatdırılıbsa, bu qızımızda başqa bir qrupdan qızımızda 30-a 30 yazıblar. İnanıram ki, sizlər də yaxşı yazmısınız. Suallar normal suallar idi, yazıla biləcək suallar idi. Hər kəs təbii ki, könül istər ki, hər kəs istədiyi ixtisasa sahib olsun. Təbii ki, bu da boşu-boşuna olmur. Çəkdiyimiz əziyyətin qarşılığı olaraq bizə nələrsə verilir. İnşallah ki, istədiyiniz ixtisasa sahib olarsınız.